Tərpənməz bloklar polispat. Test A-nın həllərinə baxaq. Deməli, 600 Newton qüvvə tətbiq etməklə tərpənən blokla hansı kütləli yükü qaldırmaq olar? Bir dənə tərpənən blok seçək bura. Deməli, F qüvvəsi tətbiq olunur. Yəni 600 Newton qüvvə tətbiq olunur. Deyir, hansı kütləli yükü qaldırmaq olar? Eyni ipdə eyni gərilmə olduğundan bax burada olacaq F. Onda bu ipə nə qədər? 2F qədər ağırlıq düşür də. Onda aşağıya doğru biz mg ağırlığını da yazsaq yükün, onda 2F nəyə bərabər olur? Mg-yə. Biz buradan hansı kütlə yükü deyir də? M tapsaq 2F-i bölməliyik J-yə. Yəni 2 vurulsun. F nə qədərdir? 600-dür. J-də 10-dur. İxtisar gedəndə nə qalır? 120 kiloqram qalır. Deməli, 120 kiloqram kütləli yükü qaldıra bilərik. Baxaq 2-yə. Deməli, tərpənməz blokla kütləsi deməli 40 kiloqram olan yükü bərabər sürətlə qaldırmaq üçün nə qədər qüvvə tətbiq etmək lazımdır? Deməli, tərpənməz blok yalnız nə edir? İstiqaməti dəyişməyə kömək edir də. Qüvvədə qazanc vermir. Bax, eyni ipdə eyni gərilmə olduğundan burada F olacaq. Aşağıya doğru mg-ni də yazsaq, onda F ilə mg tarazlaşır. Elə F mg-yə bərabərdir. Deməli, deyir nə qədər qüvvə tətbiq etmək lazımdır. Kütlə 40-dır, J-də 10 olacaq. 400 Newton, yəni Y variantı. Sistem tarazlıqdadır. F 200 Newton olarsa, kütləni hesablayın. Baxın, F eyni ipdə eyni gərilmə olduğundan burada F-dir. Aşağıya doğru da bir mg var da, düzdürmü? Deməli, onda 200, yəni F mg ilə tarazlaşır. Onda 200 nə ilə tarazlaşır? Mg ilə. J-ni yerində 10 yazsaq, 10 m-ilə. İxtisar getsə burada nə qalır? 20 kiloqram qalır. 3 olur Y variantı. 4 kiloqram kütləli yük F qüvvəsinin təsirlə bərabər sürətlə yuxarı qaldırılır. F qüvvəsinin qiyməti. Baxın, bu bucağın heç bir rolu yoxdur tərpənməz blokda. Eyni ipdə eyni gərilmə bura gəlib bir F düşür. Onda F nə ilə tarazlaşır? 4 kiloqram kütləli yükünün ağırlığı ilə, yəni 40 Newtonla. Onda 40 Newton olur F. A variantı. Burada da dediyimiz kimi bucağın heç bir önəmi yoxdur. Ona görə də 3-ündə də, F1-də də, F2-də də, F3-də də nə olur? Mg-yə bərabər olur da 3-ü də. Ona görə 3-ü də bir-birinə bərabər olacaq. Tərpənməz blok vasitəsilə bərabər sürətli cismi bərabər sürətlə qaldırdıqda F dartı qüvvəsi hansı ifadələ ilə təyin olunur? Eyni ipdə eyni gərilmə olduğuna bura F-dir. Aşağıya doğru da bir mg varsa, onda F ilə mg ilə tarazlaşır. Elə F mg-yə bərabərdir. Tərpənən blokun köməkliyi ilə yükü sabit V sürətlə yuxarı qaldırırlar. İpin sərbəst ucunun sürəti və ip tərpənən blokda nəyə bərabərdir? 2V yükə. Deməli, yükü V ilə işarələsi onda olacaq 2V-də. Yəni A variantı olacaq. Baxaq 8-ə. Hansı ifadələr doğrudur? Şəkildə göstərilən sadə mexanizm. Deməli, bu mexanizm nədir? Tərpənməz blokdur daha doğrusu. İşdə qüvvədə qazanc vermir, 2. Və qüvvənin yalnız istiqamətini dəyişməyə kömək edir. Polispat və linç. Polispat tərpənməz bloklardan ibarət olan bir sistemdir. Deməli, baxaq. İşdə qazanc vermir, heç bir sadə mexanizm işdə qazanc vermir. Deməli, qüvvədə qazanc verir hər ikisi. Sadə mexanizmdir hər ikisi. 1, 2, 3 ortaya getdi. Deməli, tərpənməz dayaq ətrafında fırlanan bərk cisim isə bu lincin tərifidir. Tərpənən və tərpənməz bloklar sistemindən ibarət olan isə polispatdır. 5-də gedəcək bura. İndi dolamaçaq və vind. İndi baxaq. İşdə qazanc vermir. Heç bir dedik sadə mexanizm işdə qazanc vermir. Qüvvədə qazanc verir. Hər ikisi qüvvədə qazanc verir. Linç tipli sadə mexanizmdir. Linç tipli olan dolamaçaqdır. Qüvvənin istiqamətini dəyişməyə kömək edir hər ikisi. İstiqamətini dəyişir. Mail müstəvi tipli olan isə vinddir. Deməli, vind mail müstəvi tipli mexanizmdir. Dolamaçaq isə deməli linç tipli deməli mexanizmdir. Baxaq 11-ə. Çəmbəri üzərində nov olan və mərkəzindən keçən ox ətrafında fırlana bilən çarxa biz nə deyirik? Blok deyirik. 5 getdi bura. Sonra 2 cür blok var. Tərpənməz bloku var və tərpənən blok var. Yəni 2 gedəcək, yox. Tərpənən blok 6 gedəcək bura. Aha. Sonra tərpənməz blok qüvvədə qazanc vermir. Aha, tərpənməz blok qüvvədə qazanc vermir. Onun iş prinsipi qüvvə qolları bərabər olan deməli lincin tarazlıq şərtinə uyğundur. 3 getdi bura.
Ondan sonra tərpənən blokun oxu yük ilə birlikdə qalxır və enir. 2 gedəcək bura. Deməli, tərpənməz və tərpənən bloklardan ibarət sistem isə polisbatdır. 4-də gedəcək bura. Sərbəst ucu 0,8 metr bölü saniyə sürətlə aşağı hərəkət edirsə, M kütləli yük hansı sürətlə qalxacaqdır? Deməli, bir belə deyə bilərik ki, əgər bir dənə tərpənən blok varsa, onda V ip 2V yükə bərabərdir. Düzdürmü? V ipi bizə verib nə qədərdir? 0,8 bərabər olur 2V yükə. Buradan V yükü tapırıq. Nə qədər eləyir? 0,4. Deməli, kütləli yük 0,8, daha doğrusu 0,4 metr bölü saniyə sürətlə qalxar. Ya da belə deyərik də. Birinci gəlin baxaq görək qüvvədə nə qədər qazanc var. Deməli, F eyni ipdə eyni gərim olduğundan burada olacaq F. Sonra eyni ipdə eyni gərim olduğundan burada olacaq F. Onda bu ipdə 2F var, düzdürmü? 2F aşağıya doğru da bir mg ağırlığı var. 2F mg'ni tarazlaşdırır, düzdürmü? Buradan F'i tapanda nə edirik? Mg bölünsün 2 yazırıq. Və buradan görürük ki, qüvvədə 2 dəfə qazanc var. Qüvvədə 2 dəfə qazanc varsa tez avtomatik V ip bərabərdir 2V yükdən düsturundan istifadə edirik və tapırıq. Deməli, ikinci məsələyə baxaq. Birinci, bir yükünün çəkisi. Burada bir hansıdır? Bir deyəsən budur, 2 budur. Çəkisi 200 newtondur. Aha, sistemin tarazlıqda olması üçün 2 yükünün çəkisi nə qədər olmalıdır? Baxın, bu bloku 2 dənə ip saxlayır. Onda bu iplərə hər birinə nə qədər? 100 newton ağırlıq düşməlidir. Eyni ipdə eyni gərim olduğundan burada olacaq 100 newton. Onda M2J birinci yükün ağırlığıdır da. M2J həmin bax bu yükü nə saxlayır? Bax bu ip saxlayır da 100 newtonluq. Onda elə 100 newtona bərabər olacaq. Cavab olur B variantı. Bloklar sistemi qüvvədən istifadə qazanc verir. Bir dənə tərpənməz, daha doğrusu tərpənən blok olduğuna görə 2 dəfə qazanc olacaqdır. İndi baxaq. Şəkil 1 və şəkil 2-dəki bloklardan asılmış cisimlər tarazlıqdadır. İplərdə yaranan gəlmə qüvvələri arasında hansı münasibət düzgündür? Deməli, bu mg'dirsə, eyni ipdə eyni gərim olduğuna bax, burada olacaq, yəni T1 nəyə bərabər olacaq? Mg'yə. Eyni şəkildə bax, burada. Bura mg'dirsə, tərpənməz blokda eyni ipdə eyni gərim olur. Onda T2 də elə mg'yə bərabər olur. Bir-birinə də bərabər olur. Yəni ikisi də mg'dir. E variantı. Yük blok vasitəsilə sabit sürətlə qaldırılarkən ipin sərbəst ucu 0,6 metr bölü saniyə sürətlə aşağı hərəkət edir. Yük, H yük 3 metr hündürlüyə qaldırmaq üçün sərf olunan zamanı. Baxın, tərpənən blok olduğuna görə V ip elə V yükə bərabərdir. Onda yazırıq, H yük nəyə bərabərdir? V yük vurulsun T'yə. Buradan da T'ni neyinirik? Tapırıq. H yükü bölürük V yükə. H yükümüz 3'dür, V yükümüz də, baxın, V ip elə V yükə bərabərdir. 0,6. Onda tapırıq 5 saniyə. Cavab olur Y variantı. Baxaq 6-ya. 2 kiloqram kütləli yükü tərpənməz blokla qaldırmaq üçün 24 newton qüvvə tətbiq edilir. Yükün təcili. Tərpənməz blokla qaldırılır. Onda F nəyə bərabərdir? Mg plus A-ya. Düzdürmü? Məndən bu təcili soruşur. F nə qədərdir? 24. Kütlə 2. J 10. Qoyaq yerinə tapaq. Deməli, ixtisar getdi 12. Onda 12 bərabər olur 10 üstə gələk A-ya. Buradan A-nı tapırıq. Nə qədər eləyir? 2. A variantı. 30 newton qüvvənin təsiri altında tarazlıqda olan cismin kütləsini hesablayın. Baxaq. F buradadırsa, bura F-dirsə, eyni ipdə eyni gərim olduğundan gəlirik, burada olacaq F. Eyni ipdə eyni gərim olduğundan burada olacaq F. Onda bax, bu bloku nə saxlayır? 2F saxlayır. Aşağıya doğru bu yükün ağırlığı var. Onda 2F nəyə bərabər olur? Mg'yə. Məndən kütləni soruşur. M-də tapanda nə edirik? 2F bölürük J'yə. 2 vurulsun. F nə qədərdir? 300'dür, J'də 10'dur. İxtisar gedəndə nə qalır? 60 kiloqram qalır. 7 olur B variantı. Yayda yaranan elastiklik qüvvəsi 100 newton olarsa, tarazlıqda olan cismin kütləsini hesablayın. Deməli, burada 100 newton elastiklik qüvvəsi var. 100 newton, düzdürmü? Gəlirik, eyni ipdir. Bu burada 100 newton. Eyni ipdir, gəlirik, burada 100 newton.
qüvvə tətbiq olunub. Bax, bu cismin ağırlığı da nə qədərdir? mg-dir də. Onda mg 100-ə bərabərdir. J də 10-dur. Onda m-i tapanda nə edirik? 100-ü bölürük. Ona edir 10 kiloqram. Deməli, 3 kiloqram kütləli cisim tərpənməz blok vasitəsilə bərabər sürətlə qaldırılır. Sürtünmə qüvvəsi 5 Newton olarsa F qüvvəsinin qiyməti. Baxın, bura 3 kiloqramdır. İrəcək qüvvə 30 Newton. Gəlirik, burada da deməli, əgər sürtünmə olmasaydı, gələrdik, elə F qüvvəsi də 30 Newtona bərabər olardı. Amma bu sürtünmə qüvvəsi sanki qüvvəmizi artırır. Ona görə də üzərinə gəlməliyik. Gəlirik, niptəyin gəlmə bu, bura 30. Sürtünmənin də onun üzərinə gəlməliyik. Onda olacaq 35 Newton. Sanki bizim tətbiq etdiyimiz qüvvəni artırır da. Sonra baxaq ona. Cisim tərpənən blokun köməkliyi ilə 6 metr bölü saniyə təcillə yuxarı qaldırılır. İpin sərbəst uzun təcili. Mən buranı ağardım. Baxın, bu tərpənən blokdur. Tərpənən blok olduğuna görə V ip 2V3-ə bərabərdir. İndi mənə nəyi verir? Cisim 6 metr bölü saniyə təcillə yuxarı qaldırılır. Həm təcili yazmalıydım mən. Bir sürəti yazdım. Onda A ip nəyə bərabərdir? 2A yükə. İndi məndən ipin sərbəst uzunu təcilini soruşur. 2 vurulsun 6 eləyəcək 12. Cavab olacaq C variantı. 11-ə baxaq. Kütləsi 8 kiloqram olan yük blokun köməyi ilə sabit sürətlə qaldırılır. F qüvvəsinin modulunu hesablayın. Kütləsi 8 kiloqram olan yük. Deməli, bu yükün kütləsi 8-dir, onda ağırlığı olacaq 80 Newton. İndi baxaq. Onda gəlirik, burada olur 80 Newton. Bax, onda bu bloku neçə dənə ip saxlayır? 2 dənə ip saxlayır da, biri bu, biri bu. Onda bura 40 olacaq, burada 40 olacaq. Onda F qüvvəsi ilə 40 Newtona bərabər olacaq. Yük blokunun köməyi ilə sabit sürətlə qaldırılır. İpin sərbəst ucu V ip 0,8 metr bölü saniyə sürətlə qaldırılarsa 10 saniyə müddətində yük hansı hündürlüyə qalxar. Baxın, V ip 2V yükə bərabərdir. Buradan V yükü tapsaq, V ipi 2-yə bölməliyik də. V ip də 0,8 2-yə böləndə olur 0,4. Onda H yük nəyə bərabərdir? V yük vurulsun T-yə. Məndən də yük deyir hansı hündürlüyə qalxır? H yükü soruşur. V yüküm 0,4-dür, zamanım 10-dur. Onda 0,4-dür, ona vuranda cavab necə eləyir? 4 metr. Deməli, yük 4 metr hündürlüyə qalxacaqdır. Tərpənən blokla yükü yuxarı qaldırırlar. Yük bərabər sürətlə 4 saniyə ərzində deməli 20 metr hündürlüyə qalxmışdır. İpin sərbəst uzunluğu sürəti. Bax, tərpənən blok olduğuna görə, baxın, birinci yazırıq. H yük nəyə bərabərdir? V yük vurulsun T-yə. Gəl birinci buradan V yükü tapaq. V yükü tapanda nə edirik? H yükü bölürük zamana. Yəni 20-ni bölürəm 4-ə, cavab eləyir 5. Mən V yükü tapdım ki 5-dir. İndi deyir ipin sərbəst uzunluğu sürəti. Onda tərpənən blokda V ip nəyə bərabərdir? 2V yükə. Mən də V yükü tapdım 5-dir. 2 vurulsun 5, eləyəcək 10. Onda V ip nəyə bərabər olur? 10 metr bölünsün saniyə. Baxaq 14-ə. Da yükü qaldırdıqda ipin sərbəst ucuna 100 Newton qüvvə tətbiq edilir. Blokun kütləsi 2 kiloqram olarsa yükün kütləsini tapın. Artıq burada blokun kütləsi nəzərə alınır. Bir dənə tərpənən blok çəkək bura. Düzdürmü? İpin sərbəst ucuna 100 Newton qüvvə tətbiq edilir. Burada bir dənə də yükümüz var. Deməli, blokun kütləsi, blokun öz kütləsi var. 2 kiloqram, yəni 20 Newton olarsa, məndən yükün kütləsini soruşur. Yəni bunu. Baxın, eyni ipdə eyni gərilmə olduğundan, onda bax burada 100 Newton olmalıdır. Düzdürmü? Onda bax burada ipdə 200 Newton gərilmə olmalıdır. Onda 20 Newtondan mg-ni cəmləsək, blokun kütləsindən yükün kütləsi nəyə bərabər olmalıdır? 200-ə. Buradan mg-ni tapsaq nə olur? 180. Buradan j də 10-dur. Onda m-i tapanda nə edirik? 180-i bölürük 10-a, eləyir 18 kiloqram. Buradan da rahatlıqla biz yükün kütləsini tapmış olduq.
Baxaq 15-ə. Kütləsi 12 kiloqram olan cismi tarazlıqda saxlayan F qüvvəsinin modulunu hesablayın. Baxın, bu yükün kütləsi 12-dir. Bura 12-dir. Onda ağırlığı nə qədər olacaq? 120 Newton. Onda baxaq. Onda bu burada da olacaq 120 Newton. Onda bu blokun neçə dənə ip saxlayır? 2 dənə ip saxlayır. Onda hər birinə 60-60 düşəcək. Düzdürmü? Gəlirik eyni ipdə eyni gərilmə. Yaxşı çəkmədim. Bir də çəkim göstərim. Aşağıya doğru 120 Newtonumuz var. Düzdürmü? Gəlirik. Burada da 120 Newton. Onda bu bloku da 2 dənə ip saxladığından həm bura olacaq nə qədər? 60. Burada olacaq 60. Gəlirik eyni ipdə eyni gərilmə olduğundan burada olacaq 60. Düzdürmü? Onda bu F elə nəyə bərabər olacaq? 60 Newtona. İpin sərbəst ucu 0,4 metr bölü saniyə sürətlə aşağı hərəkət edirsə, M kütləli yük hansı sürətlə qalxacaqdır. Baxın, V ip, bir dənə tərpənən blok var. Burada ona görə V ip nəyə bərabərdir? 2 V yükə. Buradan V yükü tapanda V ipi 2-yə bölürük, olur 0,2. Onda M kütləli yük 0,2 metr bölü saniyə sürətlə yuxarı qalxar. M bərabərdir 5 kiloqram kütləli yük 40 Newton qüvvənin təsirlə bərabər təcillə hərəkət etdirilir. Blokun təcilini hesablayın. Baxın, bu F 40-dırsa, onda bu bloku 2 dənə ip saxlayır. Onda bura nə düşəcək? Deməli, burada 20 düşəcək, burada düşəcək 20. Aşağıya doğru da ağırlığı var 50 Newton, amma hərəkətə perpendikulardır deyə onun bir önəmi yoxdur bizim üçün. Onda gəlin, yükün təcilini tapaq buradan. Yükün təcilini tapanda da nə edirik? A yük bərabər olur. Deməli, F bölünsün M. F nə qədərdir? 20 Newtondur. Kütləsi də, yükün kütləsi 5-dir. Buradan tapıram 4 metr bölü saniyə kvadratı. Mənim yükümün nə idi? Yükümün təcilidir. Onda işlərin bərabərliyindən, sadə mexanizmlərdə işlərin bərabərliyindən gəlin belə bir şey yazaq. Deməli, F vurulsun S blok bərabər olur. Deməli, F blok vurulsun S blok bərabər olur. Deməli, F yük vurulsun S yük. Düzdürmü? Yer dəyişmədir də bu S. Bax, bloka tətbiq olunan qüvvə hansıdır? 40-dır. Vurulsun. S bloku da necə yazacağım? S bloku da təcili hərəkət olduğundan AT kvadratı bölü 2 yazacağım. Deməli, onda yazaq. A blok T kvadratı bölünsün 2 bərabər olur. Yükə tətbiq olunan qüvvə də 20 Newtondur. 20 vurulsun A yük T kvadratı bölünsün 2. T kvadrat bölü 2, T kvadrat bölü 2 getdi. 40 vurulsun A blok bərabər olur. 20 vurulsun yükün də tapdıq təcili 4-dür. Buradan da A bloku tapaq. Deməli, sıfırlar buradan getdi, 4-lər də buradan getdi, tapdıq 2. Deməli, blokun təcilini tapdıq nə qədər eləyir? 2 metr bölü saniyə kvadratı. Baxaq 18-ə. Bloklar sistemi tarazlıqdadır. Bloklardan asılan yüklərin sıxlıqları nisbəti məndən soruşur. Deməli, V də eynidir, də həcmlər eynidir. O nəyə bərabərdir? M bölünsün V-yə. V eynidirsə, rho ilə M düz asılıdır. Rho M-dən düz asılıdır. Onda cəbə bura V2-dir. Onda gəlin bunun ağırlığına yazaq M2J. Eyni ipdə eyni gərilmə olduğuna burada olacaq M2J. Onda bu bloku burada nə saxlayır? 2 M2J saxlayır da. Aşağıya doğru da bunun öz ağırlığı var M1J. Yəni 2 M2J nəyə bərabərdir? M1J-yə. İxtisar gedir. Nə qalır? 2M2 bərabər olur M1-ə. M1-i də M2-yə böləndə nə tapırıq? Biz tapırıq 2. Onsuz da rho ilə də M düzünün tənasib asılı olduğundan elə rho 1 bölünsün. Rho 2 də mənə 2-ni verəcək. Olur A variantı. Baxaq 19-a. Palspat vasitəsilə yükü 0,6 metr hündürlüyə qaldırdıqda ipin sərbəst ucunun yer dəyişməsi nəyə qədər olur? Baxın, F eyni ipdə eyni gərilmə olduğundan gəldik. Burada olacaq F. Yəni eyni ipdə eyni gərilmə olduğundan
Bura F'dir. Eyni ipdə eyni gərim olduğundan burada F'dir. Fırlanırıq eyni ipdə eyni gərim olduğundan burada F'dir. Düzdürmü? Onda bax bu bloku 3 dənə ip saxlayır. Onda bura 3F tətbiq olunacaq. MJ də yükün ağırlığıdır. Onda 3F nə ilə tarazlaşır? MJ ilə. Buradan da F tapırıq nəyə bərabər olur? MJ bölünsün 3. Yəni qüvvədə 3 dəfə qazandıq. İndi onda V ip nəyə bərabər olacaq artıq? 3V yükə. İndi mənə nə verib? Yükü 0,6 metr hündürlüyə qaldırdıqda ipin sərbəst ucunun yer dəyişməsi. H ip də nəyə bərabərdir? 3H yükə. H yük 0,6'da onda 3 bir olsun 0,6'dan tapırıq 1,8 metr cavab olur B variantı. Yük verilmiş bloklar sistemi vasitəsilə bərabər sürətlə qaldırılır. İpin sərbəst ucunun yer dəyişməsi 6 metr olarsa yük hansı hündürlüyə qalxacaqdır. Və bura F'dirsə, gəlirik eyni ipdə eyni gərim olduğuna. Burada F'dir, burada F'dir. Onda bizim bu blokumuzu nə saxlayır? 2 dənə ip saxlayır. Onda bura olacaq 2F. MJ də ağırlığı olsa, onda F nəyə bərabər olur? MJ bölünsün 2-yə. Qüvvədə 2 dəfə qazandıq. Onda yazırıq. H ip nəyə bərabərdir? 2H yükə. İndi ipin sərbəst ucunun yerləşməsini 6 verib. 6 bərabərdir 2H yükə. Buradan da H yükü tapırıq. Nə qədər eləyir? 3 metr eləyir. Cavab da olacaq D variantı. 60 Newton qüvvənin təsiri ilə bloklar sistemi vasitəsilə tarazlıqda saxlanılan cismin kütləsi. Baxın, F'dir. Eyni ipdə eyni gərim olduğundan gəldik. Burada F'dir, eyni ipdə eyni gərimə. Burada F'dir, onda bura nə qədərdir? 2F'dir. MJ də nədir? Yükün ağırlığıdır. Onda 2F MJ'yə bərabərdir. Buradan M'i tapırıq. 2F bölünsün J'yə. F'imiz nə qədərdir? 60'dır. 2 vur 60, J'də 10. İxtisar getdinə qaldı, 12 kilogram qaldı. Oldu B variantı. Mail müstəvi və tərpənməz blok üçün element diaqramı. Sadə mexanizmdir, hər ikisi sadə mexanizmdir. İşdə qazanc hər ikisində yoxdur. Deməli, qüvvədə qazanc verən tərpənməz blok qüvvədə qazanc vermir. Mail müstəvi qüvvədə qazanc verir. Qüvvədə qazanc verməyən tərpənməz blokdur. Yalnız qüvvənin istigамətini dəyişəndə tərpənməz blokdur. Bloklar sistemi vasitəsilə bərabər sürətli qaldırılan yükün sürəti və yük nə qədərdir? 0,2 metr bölü saniyədir. İpin sərbəst ucunun sürəti. F deyib, burada olacaq F. Eyni ipdə nəyin gəlimi burada olacaq F. Bunda bura olacaq 2F. 2F nəyə bərabərdir? MJ'yə. Buradan da F tapırıq. MJ bölü 2'dir də. Yəni biz qüvvədə 2 dəfə qazandıq. Onda V ip nəyə bərabərdir? 2V yükə. İpin sərbəst ucunun sürətini soruşur. 2 vurulsun, V2 də verib 0,2. Bunda olacaq 0,4. Tapıldı. 24'ə baxaq. Kütləsi 24 kilogram olan cismi bloklar sistemi vasitəsilə tarazlıqda saxlayan qüvvənin qiyməti. Baxın, bu cismin kütləsi 24 kilogramdır. Ağırlığını tapsaq 240 newtondur. Deməli, neçə dənə ip saxlayır? Gəlin baxaq. 1, 2, 3, 4 dənə ip saxlayır. Deməli, onda 4F nəyə bərabər olacaq? 240'a. Buradan da F tapacağıq. Olacaq 60 newton. Bu tip məsələlərdə həmişə baxın. Bu blokdur, bu blokdur. Deməli, bundan neçə dənə ip saxlayır? 1, 2, 3, 4 dənə ip saxlayır. Onda tez 4F'i yükün ağırlığına bərabər edib F'i buradan tapmaq olar. Bloklar sistemi vasitəsilə 5 kilogram kütləli cismi 4 metr bölü saniyə təcili şaqlı yuxarı qaldırdıqda F qüvvəsinin qiyməti nə qədər olur? F'dir. Eyni ipdə eyni gərimə gəlirik. Burada F'dir, burada F'dir. Onda bura nə olacaq? 2F olacaq. Deməli, şaqlı yuxarı qaldırırıq. Onda 2F nəyə bərabərdir? MJ plus A-ya. Buradan F tapırıq. MJ plus A bölünsün 2. Kütlə nə qədərdir? 5. J 10. Təcildə 4 olacaq. 14 bölünsün 2. Burada qaldı 7. 5'i də 7'yə vuranda olur 35 newton. Deməli, 26. 40 newton qüvvənin təsiri ilə tarazlıqda saxlayan cismin kütləsini hesablayın. F'dir. Eyni ipdə eyni gərim olduğuna burada F olacaq, burada F olacaq. Onda buradan olacaq 2F. Aşağıya doğru da nəyimiz var? MJ'miz var. Onda 2F MJ ilə tarazlaşır. Cismin kütləsi tapanda nə edirik? 2F'i bölürük J'yə. 2 vurulsun 40 bölünsün 10. Buradan da 2 vurulsun 4 nəyə verir mənə? 8'i verəcək. Sistem tarazlıqdadır. Baxaq.
Sistem tarazlıqdadır. F qüvvəsinin qiyməti artırılarsa, sürtünməni və blokun çəkisini nəzərə almayın. Müddəa verib deyir hansı düzgün olar. Bu F-dirsə, burada F-dir. Burada F-dir. Onda bura olacaq 2F, düzdürmü? İndi mən F-i artırıramsa, düzdürmü? F-i artırıramsa, deməli, bu F artdığına görə burada olan gərilmə qüvvəsi artacaq. Dəyərlə gərilmə qüvvəsi artacaq. Sonra F qüvvəsi artırılırsa artıq yük bərabər sürətlə yox, təcillə hərəkət etməyə başlayacaqdır. M kütləsinin çəkisi də artır. Çəki nədir? Askıya dayağı göstərilən təsir. Bu 2F deyil axı. 2F-dən artıqdır. Mən F-i artırmışam. 2F-dən artıq olduğuna görə də burada çəki də artmış olacaq. Ona görə cavab olur 1, 2 və 6. Bax 28-ə. Cisim bloklar sistemi vasitəsilə təcillə qaldırılır. F qüvvəsinin qiymətini azaltsaq, nə olacaq? Bax, bu F qüvvəsi azalırsa, burada F-dir, burada F-dir. Onda T gərilmə qüvvəsi, bax, bura olacaq 2F. Artıq F-i azaltdığıma görə, onda məndə gərilmə qüvvəsi də avtomatik azalmış olacaq. Sonra F qüvvəsi azaldığına görə də təcil azalacaq. 2 və 5. Birdəki yay x qədər uzanarsa, şəkil 2-dəki yay nə qədər uzanır? Baxın, birinci şəkilə baxaq. Bura F-dirsə, eyni ipdən eyni gərim olduğuna burada olacaq F. Onda F nəyə bərabər olacaq? K x1-ə. X1-i tapanda F-i bölürük K-ya. Baxaq 2-yə, eyni ipdə eyni gərim olduğuna burada F-dir, burada F-dir. Onda bu bloku nə saxlayır? 2F saxlayır. Onda 2F də nəyə bərabər olur? K x2-yə. X2-ni də tapanda nə edirik? 2F-i bölürük K-ya. İkinci, birincidən görürsünüz 2 dəfə çoxdur. 2 dəfə çox olduğuna görə də uzanma da 2 dəfə çox olur. Cavab olur Y. Tərpənməz blokun köməkliyi ilə yük sabit təcillə yuxarı qaldırılır. 30 Newton və 2 kg. Yükün kütləsi də 2 kg olarsa, ipin sərbəst uzunun hərəkət təcili nəyə bərabər olacaqdır? Baxın. Bu F nə qədərdir? 30'dur. Eyni ipdə eyni gərim olduğuna bu burada 30'dur. Amma yükün çəkisi 20 Newton'dur. Yəni 20 ilə də qaldırmaq olardı, amma 30 ilə qaldırıblar. Onda belə eləyək. 30 çıxılsın 20, yuxarı daha böyük olduğuna görə bərabər eləyirik MA-ya. Yəni 10 bərabərdir 2A-ya. Buradan A-nı tapırıq. Nə qədər eləyir? 5. O da C variantında verilibdir. Bloklar sistemində tarazlıqda olan cismin kütlələrinin M2 bölən 1 nisbətini hesablayın deyir. Bax, bura M2J-dirsə, bu bloku 2 saxlayır. Buralar nə düşəcək bura? M2J bölünsün 2 düşəcək. Burada M2J bölünsün 2 olacaq. Bu bloku nə saxlayır? M2J bölü 2. Onda buralar nə olacaq? M2J bölü 4. Burada yerləşmirdə yazmıram. Eyni ipdə eyni gərim olduğuna. Burada M2J bölü 4. Burada M2J bölü 4. Onda bura nə düşəcək? M2J bölü 4. Üstə gələ M2J bölü 4. Yəni M2J bölünsün 2. Bura M2J bölünsün 2 düşəcək. Aşağıya doğru da bir M1J'miz var da. Onda M1J nəyə bərabər olur? Nə ilə tarazlaşır? M2J bölü 2 ilə. J'lər ixtisar gedir. Buradan alırıq. 2M1 M2'ye bərabərdir. M2 bölünsün. M1 də mənə nəyi verir? 2'ni verir. 3 də olur variant ona görə. Baxaq 4'ə. F20 Newton olarsa bloklardan asılmış cismin kütləsi. Baxın. Bu yükü neçə dənə blok saxlayır? Bu blok, bu blok, bir də bu blok. Bura F-dirsə, onda burada F-dir, burada F-dir, burada F-dir, burada F-dir, burada F-dir. Neçə dənə ip? 1, 2, 3, 4, 5, 6 dənə ip saxlayır. Onda 6F, aşağıya doğru da bir MJ var da. MJ ilə tarazlaşır. F 20'dir. 6 vurulsun 20 bərabər olur. J də 10'dur. 10 demə. Onda M'imiz nəyə bərabər olur? 12 kiloqrama. Variantı olacaq. İndi gəl baxaq 5'ə. Yük bloklar sisteminin köməyi ilə bərabər sürətli yuxarı qaldırılır. Yük 10 saniyə müddətində 1 metr yuxarı qalxarsa, ipin sərbəst uzunun sürəti nəyə bərabərdir?
Baxın, H yük 1'dir, zamanda 10'dur. H yük də nəyə bərabərdir? V yük vurulsun T'yə. Buradan da V yükü tapıram. H yükü zamana böləcəm. 1'i 10'a bölürəm. Olur 0,1 metr böl saniyə. İndi bax, eyni ipdə eyni gərim olduğundan. Bura F'dirsə, burada olacaq F. Burada olacaq F. Onda bura olacaq 2F. Sonra burada olacaq 2F. Onda bura nə düşür? 4F düşür. Onda burada 4F'dir. Bura olacaq 8F. Eyni ipdə eyni gərim olduğundan. Burada 8F olanda bura olacaq 16F. Aşağıya doğru da bir MC'miz var da. Mən 16 dəfə qazanc var bizdə. Onda V ip 16 V yükə bərabərdir. V yük də 0,1'dir də. 16 vurulsun 0,1'dən də tapıram 1,6 metr bölünsün saniyə kvadrat eləyəcək. Baxaq 6'ya. Yükün kütləsi 4 kiloqram olarsa çubuğun kütləsini tapın. Baxın 4 kiloqramdır, ağırlığı olacaq 40. Bloku da 2 ip saxladığından burada olacaq 20, burada olacaq 20. İndi bax, çubuq tarazlıqdadır və çubuğun kütləsini soruşur. Yəqin ki, bircə çubuqdur. 1, 2, 3, 4, 5, 6, 7, 8. Onda tam mərkəzdən aşağı. Bax, burada da bir P çubuğun ağırlığı var. Onda momentlər deməli qaydasını yazsaq. P çubuq neydir? Sadə əqrəb istiqamətdə, digər sadə əqrəbin əks istiqamətdə. Çubuq tarazlıqdadır. Yükün kütləsi 4 kiloqram olarsa çubuğun kütləsi aşağıya doğru 40 newtondursa, bloku da 2 ip saxladığından burada 20 olacaq, burada olacaq 20. Bir də məndən çubuğun kütləsi soruşur. Yəqin bir cins çubuqdur da. Hə. Bu da tam mərkəzdən aşağı bir P çubuq yazaq. Momentlər qaydasını yazsaq. 20 vurulsun. Dayaqdan məsafəsi 2. Çubuğun dayaqdan məsafəsi 2. 2'lər ixtisar gedir. Onda elə P çubuq da 20 newtondur. Məndən də kütlə soruşduğuna görə J'yə böləcəm. O da olacaq 2 kiloqram. Onda 6 C variantı olacaq. Kütlələri eyni olan yüklər F1, F2, F3 qüvvələrinin təsirlə tarazlıqlardadır. Tarazlıqdadır. Bu qüvvələrin modlar arasında hansı münasibət üstündür? Baxın. MJ-dir. Proyeksiya ayıraq. Bura 30-sa, burada olacaq 30. Onda olacaq bura MJ kosinus alfa. Bucağa bitişi olan kosinus olur. Digəri nə olur? MJ sinus olur. MJ sinus alfa, yəni sinus 30 dərəcə. Onda F1 nə ilə tarazlaşır? MJ sinus 30 dərəcə ilə. Sinus 30'da da alır neçə? 2'də 1. Onda bura olacaq MJ bölünsün 2 olacaq. F1'i tapdıq. F2'yə baxaq. Eyni ipdə eyni gərilmə olduğundan burada F2'dir. Onda bura nə qədərdir? 2 F2'dir. Aşağıya doğru da bir MJ'miz var. Onda 2 F2 nəyə bərabərdir? MJ'yə. Buradan F2'ni tapırıq. MJ bölünsün 2'dir. F2'ni də tapdıq. Bura MJ'dirsə gəlirik. Onda F3 də nəyə bərabər olur? Elə MJ'yə. Gəlirik elə burada MJ'dir də. Onda F3 böyükdür. F3 böyükdür. F1 ilə F2 də bərabərdir. C variantı. Çəkisi P olan çubuqdan çəkisi 3P olan yük asılmışdır. F qüvvəsini hesablayın. Eyni ipdə eyni gərim olduğundan burada F'dir. Və 1, 2, 3, 4. Bir cins çubuqdur yəqin ki. Onda tam mərkəzdən aşağı bir özünün P'si var. Onda ümumilikdə bura nə olacaq? 4P olacaq. Momentlər qaydasını yazsaq. 4P dayaqdan məsafə 1, 2 bərabər olur. F vurulsun dayaqdan məsafə 4. 4'lər ixtisar gedir. Onda F nəyə bərabər olur? Elə 2P'yə. 8 olacaq B variantı. Sistem tarazlıqda da yükün kütləsini hesablayın. F'dir. Eyni ipdə eyni gərim olduğundan burada F'dir. Yəni burada 40 olacaq. Bura olacaq 80. Burada olacaq 80. Aşağıya doğru da MJ'dir. Onda bax bu yükün neçədən ip saxlayır? 80 newtonluq və 40 newtonluq. Da ümumi 120 newton saxlayır da. J də 10'dur. Onda 120'ni 10'a bölürük. Olur 12 kiloqram. Onda 9 olur Y variantı. F 60 newton olarsa tarazlıqda olan yükün çəkisini hesablayın. Bax bura 60'dırsa, bura 60'dırsa, bloku 2 dənə ip saxlayır. Onda buralara nə düşür? 30 düşür. Onda bu bloku yenə 2 dənə ip saxlayır. Bura olacaq 15, bura olacaq 15. Burada 15'dir, burada və burada 15'dir. Onda bu bloku nə saxlayır? 1, 2, 3, 4, 5, 6 dənə 15 saxlayır. 6 vur 15. Məndən çəkisini soruşur. Bərabərdir MJ'yə. Bu da nəyə verir? Mənə 90 verməlidir. Olacaq B variantı.
Sistemin daha doğrusu tarazlıqda olduğunu bilərək KC yayındakı elastik qüvvəsinin qiyməti. Bura 20-dirsə, burada olacaq 20. Burada bu bunu saxlayacaq, 40 Newton saxlayacaq. Onda burada 40-dır, bura olacaq 80, burada olacaq 80. Onda elə elastik qüvvəsi də 80 olacaq. Mail müstəvi üzrə kütləsi 2 kiloqram olan cismi 1 metr/saniyə kvadratı təcillə yuxarı qaldırmaq üçün ipin sərbəst ucuna tətbiq olunan qüvvə. Baxın, MJ-nin ağırlığını yazaq, sonra ağırlıq qüvvəsini proyeksiya ayıraq. Bura 30 olduğuna burada 30'da. Onca bura MJ kosinus alfa olacaq, bura MJ sinus alfa olacaq. M'imiz 2, J 20, sinus 30'da da 2'də 1 alır. Olacaq 10 Newton. Düzdürmü? Təcillə qaldırdıqları üçün burada qüvvəni tapmalıyım. Bura bir F' yazıram. Təcillə qaldırdıqlarına görə onda F' çıxılsın. 10 bərabər olmalıdır MA-ya. 2 vurulsun 1, 2. Onda F' nəyə bərabər olur? 12'yə. Onda bura 12'dir. Bura 12'dirsə, 2 dənə ip saxlayır. Onda buralara nə düşür? 6 Newton düşür. Cavab olaraq variant. Deməli, sadə mexanizmlər üçün uyğunluğu müəyyən edin. Deməli, gəl baxaq. Qüvvədə qazanc vermir. Qüvvədə qazanc verməyən hansıdır? Əlbəttə ki, tərpənməz blokdur. Yəni A var, A'dır. 1'ə gedəcək A. Sonra burada da F'dir, C'də. 2 dənə tərpənməz blokdan ibarətdir. Burada olacaq F, onda F elə MJ-yə bərabərdir. Qüvvədə qazanc yoxdur. Onda C də gedəcək bura. A ilə C getdi. Sonra qüvvədə 2 dəfə qazanc verir. Gəl baxaq. Biri F, bura olsa burada F, onda burada F. Onda bu F nə saxlayacaq? 2F saxlayacaq. Onda 2F MJ-yə bərabərdir. Buradan da F nəyə bərabərdir? MJ bölü 2-yə. Yəni qüvvədə 2 dəfə qazanc var. Onda B gedəcək bura. Düzdürmü? Qüvvədə 4 dəfə qazanc verir. 4 dəfə qazanc verəndə də L bölünsün H-dır da. L nə qədərdir? Bax burada 80, H-da 20. 80 də 20-yə böləndə olur 4. 4 dəfə qazanc bax buradadır. D variantındadır. Bir də qaldı bu. Və burada da qüvvədə qazanca baxaq. Qüvvədə qazancı tapanda da burada nə edirik? Böyük qolu kiçik qola bölürük. Yəni 60'ı bölürük 30'a, bizə nəyi verir? 2'ni verir. Onda Y də gedəcək bura. AC, BY və D. Baxaq 14'ə görək. Burada nə deyir? 8 kiloqram. Kütlə 8 kiloqram olan cismi tarazda saxlayan qüvvə. 80'dirsə, daha doğrusu ağırlığı olacaq 80. Bu bloku 2 dənə ip saxlayır. Onda buralar olacaq 40. Onda bu bloku da 2 dənə ip saxlayır. Buralar olacaq 20. Eyni ipdə eyni gərim olduğuna burada gərim olacaq 20. Onda F elə 20'yə bərabər olacaq. Baxaq 15'ə. Hansı ifadələr doğrudur? Şəkil göstərilən bloklar sistemi. Görək neçə qazanc verir? F, onda burada olacaq F. Eyni ipdə eyni gəlmə. Burada F, burada F, burada F, onda bura olacaq 2F. Buralar F, bura 2F. Onda bu bloku nə saxlayır? F, 2F və F. Ümumilikdə 4F saxlayır. Aşağıya doğru da bir MJ var. 4F MJ'yə bərabərdir. Onda F MJ bölü 4'dür. Yəni 4 dəfə qazanc var. 1 düzdür. 5 dəfə yox, 6 dəfə yox, 8 dəfə yox. Qüvvənin istiqamətini dəyişməyə imkan verir. İşdə qazanc hər ikisində yoxdur. Yəni 6 düzgün fikirdir. 1 ilə 6 olacaq da 4 dəfə qazanc verir. Bir də işdə qazanc yoxdur. Qüvvənin istiqamət dəyişməyə imkan verir. O tərpənməz blokdur. Baxaq 16'ya. 16'da görək nə deyir? Sadə mexanizmlər üçün uyğunluğu müəyyənləşdirin. 2 dəfə qazanc verən bax budur. Bura olacaq F, onda bura olacaq 2F. Aşağıya doğru da bir MJ var. Onda F MJ bölü 2'dir. C getdi bura. Sonra bura baxaq. F, bura olacaq F. Bura olacaq eyni ipdə eyni gərim olduğundan F. Bura olacaq 2F. Aha, bax burada da 2 dəfə qazanc var. 2F'i MJ-ni tarazlaşdır. Onda F MJ bölü 2'dir. Y də getdi bura. Sonra 3 dəfə qazanc verir. Gəl baxaq. F, eyni ipdə eyni gərim olduğundan burada F, burada F, burada F. Onda buranı nə saxlayır? Buranı, bu bloku nə saxlayır? 3 dənə F. Olacaq 3F. Deməli 3 dəfə qazanc var. B gedəcək bura. İndi A'ya baxaq. F, burada olacaq F, bura. Burada olacaq F. Eyni ipdə eyni gərim olduğundan burada F, burada F. Onda bura olacaq 2F. F, 2F və F.
3 dənə blok saxlayır da. Onda olacaq 4F. Aha. Onda 4 dəfə qazanc verən A variantıdır. Sonra D-yə baxaq. F, burada olacaq F, burada olacaq F, burada olacaq F. Onda bu yükü 2 dənə blok saxlayır. 1, 2, 3, 4. Onda 4F MJ-yə bərabərdir. Yükün ağırlığı da MJ-dir də. Onda F də MJ böl 4'dür. Yəni 4 dəfə qazanc D-də də var. D-də getdi bura.